Aprel ayında bürcülərin nələr gözləyir? Qoçlardan başlayaq. Qoçlar aprel ayında bilirsiniz də 5 planetin sizin üzərinizdə aktivləşməsi sizin ən əsası qürurunuzu unudacağınız və sərhədləri böyüdəcəyiniz, özünüzü kəşf edib qələbə formalaşdırmaq üçün uğurlu bir zamandır. Buğalara gələndə isə həyatınızı dəyişmək üçün belə deyim də xüsusi insanlar gələcək. Maddi, mənəvi istifadə edəcəyiniz, hər kəsdən istifadə edəcəyiniz bir zaman ayda olacaqsınız. Əkizlər keçmişdən gələn insanlarla bağlı seçim edəcəksiniz. Bu şəxsiyyətlə əlaqədar, pul maddiyyatla əlaqədar olaraq ən yaxın insanlarla bağlı seçimlərinizi edəcəksiniz. Çünki həmin insanların qalıb qalmamağıyla bağlı böyük qərarlar verəcəksiniz. Xərçənglərə gələndə sizin səmimi olmağınıza bu ay ehtiyac yoxdur. Və belə deyim də səmimiyyəti unudub reallıqla addım atacağınız, belə necə deyim, emosionallığınızın qapılarını bağlayıb ağlınızdan istədəcəyiniz bir zamandır. Şirlərə gələndə sizi qısqanan, sizə qarşı olan oyunlar, yalanlar hamısının üzə çıxacağı bir zamandır və bacardığınız qədər özünüzü bloklayın şirlər. Qızlar çoxdan da susursunuz. Bu ay susmaq ayı deyil. Bu ay hər şeydən vacib, belə deyim də, qız bürcüləri dayanmadan çıxış etməyiniz və özünüzü danışıq olaraq, fikir olaraq aktivləşdirəcəyiniz, sərhədlərinizi böyüdəcəyiniz bir zamandır. Tərəzilərə gələndə tərəzilər sərhədlərinizlə əlaqədar, mühit, ev, mal, mülklə əlaqədar olaraq, yaşadığınız yerlə əlaqədar olaraq dəyişimlər etməyiniz üçün uğurlu bir zamandır. Hara getmək istəyirsiniz, sərhədlərinizi ölkə olaraq, ölkə xaricindən çıxmaqla və yaxud da yaşadığınız mühitlə əlaqədar böyüdə bilərsiniz. Əqrəblərə gələndə yolların seçimi, şəxsi bağlantıların güclənməsi və ən əsası belə deyim də, bacardığınız və sosiallığınızı gücləndirəcəyiniz əqrəblər, belə deyim də, mühitdə toplayacağınız insanların aktivləşəcəyi bir zamandır. Oxatanlara gələndə isə oxatanlar şanslı aylardan biridir. Çünki oxatanlar planlarınızı gizlədib real bir şəkildə həyata keçirəcəyiniz, özünüzü kəşf edəcəyiniz bir zamanda olacaqsınız oxatanlar. Və oğlaqlar, sizi belə deyim də, gözləyən insanları kəşf edəcəksiniz. Yəni ətrafınızda olan insanlardan da başqa xüsusi bir insanların sizi gözlədiyinizi və xoşuma gəlməyən bir məqamdır ki, oğlaqlar pul maddiyyatla əlaqədar artıq balansınızı edəcəyinizi, artım müdaxilə, belə deyim də, insanların sizə dəstəyini, belə deyim, özünüzdə tam gücləndirə biləcəyiniz aylardan biri olacaq. Dolçalara gələndə isə ailə önəmlidir. Yəni dolçalar, ailəvizdə nə baş verirsə onlara dəstək olmalısınız, onlarla problemləri həll etməsiniz və böyüklüyünüzü ələ alacağınız dolçalar. Çünki Uran aktivləşir əkizlər bürcündə və Uran planeti sizin planetiniz olduğu üçün öz möhürünüzü, idarənizi gücləndirməlisiniz. Balıqlara gələndə balıqlar böyük sevgi və böyük pul aktivləşəcək. Çünki yenə də deyirəm, 2026-cı il su ili olduğu üçün bunların içərisində xərçəng və əqrəblər sizin aktiv olacağınız biri olduğu üçün aktivliyinizi hər mənada edə bilərsiniz. Yolla, maşınla, pulla, maddiyyatla, şəxsiyyətlə əlaqədar olaraq daim hərəkətdə olmalısınız. Çünki aprel ayında ən təmiz enerjini qəbul edən bürcülərdən biri də balıqlar sizsiniz. Bu aydan istifadə etməlisiniz.